Salam dəyərli izləyicilər, deputat Fazil Mustafa bildirib ki, çox vaxt qadınlar alimentə görə boşanırlar. Xəbəri ətraflı diqqətinizə çatdıracağım dəyərli izləyicilər. Burada üstəgəl işarəsinə vurub kanalımıza abunə ola bilərsiniz. Azərbaycanda nikahların, o cümlədən boşanmaların vəziyyəti ürəkaçan deyil. Acınacaqlı durum var. 2025-ci ilin 9 ayı ərzində 40 min nikahdan 17 mini boşanma ilə nəticələnib. Bu fikirlər deputat Fazil Mustafaya məxsusdur və bildirib ki, ən dəhşətlisi budur ki, son 9 ayda Bakıda bütün qeydə alınmış nikahların 56% boşanma ilə nəticələnib. Yəni 100 nəfər evlənən olubsa, onun 56-sı boşanıb. Bu olduqca ciddi məsələdir. Ağırlığı kişinin üzərinə qoyub aliment kəsirlər. Bir çox vaxt qadınlar məqsədli şəkildə ilk uşaq dünyaya gələndən sonra aliment almaq üçün boşanırlar. Mediasiya Şurasına səlahiyyət verməliyik ki, məhkəməyə bu qadınların və ya kişilərin niyyəti ilə bağlı rəy versinlər və aliment kəsilməsi məsələsində ədalətli davransınlar. Çünki bir çox hallarda ailənin dağılmasının səbəbkarını ayırd eləmək olmur. Əslində burada həqiqət də var, amma elə qadınlar da var ki, bəlkə özü 10 uşağa aliment verər, onlar da boşanırlar. Yəni burada məsələni təkcə alimentin üzərinə qoymaq olmaz. Siz necə düşünürsünüzsə şərhdə yaza bilərsiniz.